15. Anladım. İndi 15 maraqlı sualdır. İndi qəşəng olaraq baxın. Bir rombun tərəfi onun diaqonallarının həndəsi ortasıdır. Həndəsi orta necə tapılırdı? D1 Kök. vurulsun D2-ni kökün Hı. altına salırdıq da. Bu riyaziyyatdan da elə deyil, cəbirdəndir. Və bu Anladım. deyir ki, tərəfinə bərabərdir. Təbii ki, bu kökü yox etmək üçün mən bunu kvadrata yüksəldəcəm. Hı hı. İndi diqqətli olun. Bax, qəşəng bir qayda yada düşür. Bizim D1, D2-miz iştirak eləyir. Nədə? Sahə. Sahədə. A kvadratımızda ona uyğun nədə iştirak edir? Yenə Sahə. sahədə və bucaqla əlaqəli olur. Ona görə yadınızda saxlayın. Diaqonallar veriləndə, gözə fikir verin. Diaqonallar veriləndə, rombun bucağını istəyəndə bu iki saha düsturunu siz Beraber. bərabərləşdirəcəksiniz. Və lazım olsa D1 kvadrat üstə gəl D2 kvadratı bərabər edəcəksiniz 4A kvadratı. İndi A kvadratı nə idi? D1 vur D2 idi. Oradan alınır. Bunlar onda getdi. Sinüs alfaya nə qaldı? 30 derece. 2-də 1. 2-də 1 də oldu 30 dərəcə. Anladıq? Ben.